le bien qu'on m'a fait, ni le mal, tout ça m'est bien égal. Non, rien de rien. Non, je ne regrette rien. C'est payé. Yo naratama. Yo naratması bir şey yoktu. Bir tane düğümlükti de yola ver. Nakatka Rəhmanda. Bir tane ben tam arkayını danışa bilmirəm də, yoldayam. Arkayını bir vaxtda yığaram da qırşılar. Ha, sağ ol qırş, sağ ol. Üzürü sayda poğa saldım səni də, işindən doldum. Yo, estağfurullah, naratama. Burası danışırma, söhbət. İçində oturmuşdum evdə, axşam yatmağa hazırlaşırdım, TikTokda fırlardım elə. Ha? Mamagil yoxdur, bacı da otaqdaydı, yatırdı. Bizim çöl qapı yoxdur. Ha, dərvazə, böyük dərvazə. Hə, giriş qapısı. Birdən bir gürültü qopdu darvazdan, elə bir kimsə aşırdı darvazanı. Dedim, yəqin Mamagil çıxanda bağlamayıblar qapını, külək vurub divara da, elə səs çıxıb. Çıxdım, baxım ki, nə məsələdir. Gördüm, bu dal boyu pox kimi yapışıb yerə. Darvaza falan. Hə, yəqin ki, üstündən atlamaq istəyəndə ayağı ilişib yıxılıb, necə olubsa. Aha. Girdim içəri, bıçağı götürdüm ki, gözün qorxuzun, çıxsın, getsin də, oğludur, kimdir, bilməm nədir. Hə, mən çıxanda elə çölə gördüm, bu durub ucu ayaq üstədir, ayaqdadır. Dəqiq, bir dəqiqə, bu boyda səsliyə, bu boyda həndləməyə heç də soyunmadı evdə. Oyandı elə, mən çıxanda bacı oyanmışdı. Əlində bıçağı gördü, qorxdu. Dedim ki, sən içəridə qal, çıxma. Mən həlliyim, qal orada da, narahat olma. Çıxdım, bunun üstünə getməyə başladım. Öldürmək üçün yox, gözüm qorxuzum, çıxsın, getsin də, axşam vaxtıdır, mərdim azardır. Elə mən bunun üstünə getdim, bu da gördüm cibindən bıçaq çıxartdı. Elə kimsən, nəçisən, oyan bu yan, bacı da orada telefonundan əlində polis yığmağa çalışır, amma əli əsirdə görürəm ki, yığa bilmir. Dedim ki, bax, öz xoşundan çıx get, yəni polis çağırıram, gəlir səni basır qoduqluğa, başladı söyüşsən söyməyə bacının yanındayız, poxsan bacının yanında mənə söyüş söyürsən, mən götürmürəm belə bir şey. Durdum, vurdum bunu, bu da başladıq dalaşmağa, aramızda itələşmə oldu, dalaşma oldu, dalaşdıq, bir an gözüm qaraldı, bir də gördüm ki, soxmuşam da qarnından. Nə oldu bəs? Neysə, yalandan dedim ki, yaralanıb aparıram xəstəxanaya, evdə qalsın, qapında bağlı. Mamagil? Kənddədirlər onlar, yoxdurlar, istirahətdirlər. Heç kim bilmir, tapşırmışam ki, heç kimə deməsin, poxu çıxaraya bilsələr. Naratama, çataq bir dənə həll eləyər inşallah. Naratama bilməz. Bunu necə həlləmək lazımdır, mən bu yaşdan sonra gedib türmədə yatanmaram. Yatmazsan inşallah, naratama. Bu saatda olmalı heç kim orada. Yox, bu vaxtda kimdir bu soyuqda, ilin günün vaxtında. Narahat olma, yavaş-yavaş yerək də, biraz tezlətməyə nədir? Bəzəklər. Məzənirsən, kurtqanı niyə atdın? Qan bulaşmışdı. Asfaltın ortasına atmaz edin də, biz qabaqda tupikəcədə atardım arasa. Niyə kurtqa həndə yanında?
Uşağına vermişsin. Atmışam onu. Onu da elə asfalt atmışsan. Sigaretim var. Verdim də sən bayaq paçkanı. Ay bilə, kurtkada getdi o da. Alarıq qabaqdan verirəm, narahat olma. Orada olmalıdır mağaza. Getdik. Все? Hə, getdik. Qulaq as, sən hardan bilirsən buranı? Arada Turanla, İsmail'la zadmadılar, uşaqlarla. Onlar da bilirdi onu da buranı. Bəlkə başqa yerə aparaq. Amma sən qarpız daşırsan maşında. Meyit var, aparaq bastırətlərini tutarsın, poxotləşdiyin. Sən ondan sonra Zəfur evlə danışdı, səhərdən işləməmişsən, işləsə, şübhələnsidirlər. İşləsi zibilə duran indi. Yox da bir şey. Anətər yoxdur, bacın evdə ördü. Mama gil deyirəm də, kənddədirlər. Bildim də qardaş. Bacı və Zəfur dünə birdən nəsə deyər eləyər, ağzından çıxardar nəsə, zibilə düşər, şübhələndirərsin. Tapşırmışam. Dinməzəs kimi, narahat olma. Dəqiq? Yaxşı, deməsin. Allah bilir, 100 ildə açılmır, təkərlər bura, pas sürüb damız. O pis təkərdir orada. Harada? Bu arada çoxdan. Mırtsan da sən. Naz. Təkər yoxdur. Nətər yoxdur? Məzələnirsən o? Yoxdur da, hanı? Təkərin üstünə qoymuşsan qarşı. Qaralıqlardan görməyə təkərdir. Sən malsan, yataq. Ərzün sən mal, bir yerdə qoyduqda tək qoymadım ki. Tut, çıxardaq bunu. Hətta alıb günün orta sağı hara çıxarsan meydi Ay bagajdan. dal bu yox, meyti demirəm, təkəri deyirəm. Tut, o tərəfdən tut. Yola bax, sən zəngib soğaz sən darasa. Yaman baxsan telefona. Qız saat taparsan, xəbərimiz olmaz. Yox, ya qız nədir? Sadə baxırdı. Qulaqsa, axşam bizə gələndə Aynur'a nə deyib çıxmışsın oradan? Nətər yəni? Demirsən ki, qarşı xəstəxanaya aparıram. Aha. Sizdən bizə 1 saatlıq bir şlom yol var da, rahat. Düşüb baxıb aşağıda. Aynur'a dedim ki, içəridə qapında bağla. Həm də ki, meydə çölə qoymuşdum, axşam vaxt çölə çıxan deyil. Biz maşını verib itlərdən çıxartmadıq mı idi? Maşını sür də, sən yatağı, maşını sür, vaxtı da indi. Nəsə bilirsən, soruşuram da. Kimsə şübhələnər, problem olar. Görməz də qardaşım, görməz. Oraları mən həlləmişəm. Sən bir dənə xahiş edirəm, mən kömək elə, səncə aparaq bunu bastıraq, canını tutarsın hepsi. Narahat olma, az qalxdınız.
Bir gün ata oğlunu çağırır yanına, deyir, neçə dostum var? Deyir, çox, o qədər. İşi düşür həyətdən bir dənə toyuğun başını kəsir, atır toruya. Deyir, apar bunu dostlarına ver, görsən kömək edirlər, yoxsa yox. Oğlu aparır, birinci dostun qapısını döyür, dostu qapısını açır, görür ki, qanlı torba, qorxur, tez qapını örtür üzünə. İkinci belə, 3 belə, 4 belə, kör peşman qayıdır atasının yanına. Atası deyir, nə oldu? Deyir, heç nə deyir, heç bir mənə kömək eləmədi. Deyir, indi bunu apar mənim dostuma. Oğlu aparır bunu atasının dostunun evinə, qapını döyür, bir dənə ağsaqqal kişi çıxır qapıya. Deyir, keç içəri. Torbanı deyir, qoy evin arxasına. Evin arxasında bir dənə quyu qazır, bastırır torbanı. Deyir ki, get atavadından ki, narahat olmasın. Həllədim mən. Harada açmısan bu söhbəti? Ömər babadan? Yox, Şaxta babadan. Ciddi halda bir şeydir. Nə? Ciddi alım. Məzənərsən məndən? Davbob, mən ciddi alım. Səhər tezdən gəlmişsən qapıya. Maşında ölü daşlayırıq, ləsət. Kimsə balasını bədbəxt eləmişsən. Mənə daşıtdırırsan səhərdən. Özündən bir yerdə mənə də pox ayağına qoymusan. Nə evə xəbər eləməmsən, nə işləsə xəbər eləməmsən. Benzinimiz qurtarır, dörtlükün işığı yanır, tətlərimiz partlayıbdır bir dəfə. Qalmışıq yolun ortasında. Allah bilir, rayonda ailəm bir-birinə dərdir. Bayaqdan bambılı söhbətlər edirsən, hərəkətlər edirsən. Kurtkanı çıxardırsan, qanını kurtkanı yolun ortasına atırsan. Deyirəm, Batlıvadın, hə? 10 dəfə dedim sən, Batlıvadın mama ilə dansın. Söhbətlər edirsən məndən. Bacım, nə dəxli var söhbətə? Ümumiyyətlə deyirəm də, sən nəsə fikirləşib hərəkət edirsən indiyə qədər həyatında. Ömür boyu sən qeyri-ciddi bir insan olmusan. Durmusan mənə ciddiyyətdən danışırsan. Adam daşıyırsan, sən bagajlı adam. Özünə mənə deyirsən ciddi ol. Dalbob, özün ciddi ol, mən yox. Sən ciddi ol biraz. Ciddi ol. Düş. Nə oldu söhbətin axırı? Hansı söhbət? Ömər baba söhbət. Oğlan başa düşür ki, hər adama dost demək olmaz. 100 il dost dediyin, çörək kəsdiyin adam sənə üz döndərir, yalan danışır, xəyanət eləyir, namusla göz dikir. Eləsinə dost deməzlər, başını kəsərlər. Yəni demək istəyirəm ki, sən mənə dar gündə kömək oldun. Sən yaxşı dostsun. Çox sağ ol. Sən də sağ ol. Son bir şey istəyə bilərəm sən. Bəndən nələr çəkirəm bir Allah bilir. Qocam mən. Bastıra bilərsən sən. Sən də qəşli təmizləmişsən, qəşli yoxsa təşli qalmayıbdır evdə. Yox, bırak, narahat olma. Hamısını bükmüşəm, ədyaldadır. Bıçağı da təmizləmişəm, hər ehtimal. Barmağı saçma var.
Bilirəm. Mən də. Yaxşı, gələn var. Qoydum, sonra danışarıq. Getdim amma gel. Hə, getdilər qaqaş. Papa ustaya gedib gəldi, sonra çıxdılar. Biz də bazara getdik mama ilə. Bazara? Hə, Sənə deməmişəm getməsələr mənə xəbərsiz. mama ilə getmişəm də, qaqaş tək getməmişəm ki. Non, je ne regrette rien, ni le bien qu'on m'a fait, ni le mal, tout ça m'est bien égal. Non, rien de rien, non, je ne regrette rien, c'est payé. J'ai allumé le feu, mes chagrins, mes plaisirs. Je n'ai plus besoin de balayer les amours avec leur trémolo, balayer pour toujours. Je repars à zéro. Non. Regrette rien, ni le bien